Ağcabədinin Hüsülü kənd sakinləri Həsənova Nargilə Firudun qızı, Sadıqov Pərviz Əlfəsiyev oğlu və Hüseynov Sovet Yusif oğlu ayrı-ayrı vaxtlarda onlara məxsus iri buynuzlu heyvanların oğurlanması barədə rayon polis şöbəsinə müraciət ediblər. Dərhal əməliyyat axtarış tədbirlərinə başlayan rayon polis bölməsinin əməkdaşları rayon ərazisində malqara oğurluğu ilə məşğul olan dəstəni yaxalayıb. Məlum olub ki, dəstə üzvləri Hüsülü kəndində oğurladıqları malları elə həmin kəndin ərazisindəki bazarda satıblar. Müştərilərdən biri telefon vasitəsilə oğurluq malları satanların şəklini çəkib. Dəstə üzvləri 1986-cı il təvəllüdlü İsayev İsmail Vahid oğlu, 1992-ci il təvəllüdlü Mahmudov Ramin Arif oğlu və 1993-cü il təvəllüdlü Əlizadə Şahin Hakim oğlu yaşadıqları Ağdaş rayonunun Xosrov kəndində saxlanılıblar. Dindirilmə zamanı onlar Ağdaş və Göyçay rayonları ərazisində də bir neçə dəfə oğurluq hadisəsi törətdiklərini etiraf ediblər. Ağcabədi polisinin apardığı digər əməliyyat zamanı rayon ərazisində fərdi evlərdən və mağazalardan elektrik generatoru və su nasosları oğurlayan şəxs yaxalanıb. Belə ki, rayon sakini Elnur Mirzəyev mağazasından elektrik generatorunun oğurlanması barədə polisə məlumat verib. Aparılan əməliyyat tədbirləri zamanı rayonun Cəfərbəyli kənd sakini 1983-cü il təvəllüdlü Ədilov Səxavət Allahverdi oğlu şübhəli şəxs qismində saxlanılıb. İlkin dindirilmə zamanı o rayon ərazisində bir neçə fərdi evin həyətindən su nasosları oğurladığını da etiraf edib. Hazırda hər iki faktla bağlı araşdırma aparılır. Aytən Sakit qızı, Daşqın Güneyli Ziya İsmailoğlu, Ağcabədi.